Əziz abituriyentlər, hər birinizi salamlayıram. Həm öz şagirdlərim, həm də imtahana hazırlaşan yüzlərlə şagirdlər üçün belə bir video çəkmək istədim. Əgər sən də imtahanda vaxtını düzgün bölə bilmirsən və ya bildiyin suallarda tez-tez çaşırsan, ya da bilmədiyin suallar səni tez təşvişə salır və həyəcanlanırsansa, mütləq bu videomuzu sonacan izlə. İndi isə keçək, imtahanda düzgün strategiyalarla bildiyimiz və bilmədiyimiz sualları necə yaza bilərik, onlardan danışaq. Əvvəlcə imtahandan əvvəl danışım. İmtahandan əvvəl mütləq imtahan öncəsi olan gecəni çox rahat yatmağa çalışın. Yəni beyniniz tamamilə full dincəlmiş olsun ki, artıq sualları tamamilə doğru analiz edə biləsiniz. İmtahanın səhəri, yəni imtahan olan günü səhər vaxtında oyanın ki, tələsməyəsiniz və mütləq yaxşı qidalanmağa özən göstərin ki, imtahan saatı biraz elə bir saatdır ki, sizin bədənin ümumiyyətlə aclığı tələb etdiyi saatdır. Saat 1 artıq bədən yemək tələb etdiyi üçün bu sizi imtahanda narahat edə bilər. Ona görə ən azından doyumlu bir şeylər yeyin ki, imtahan müddətində özünüzü ac hiss etməyəsiniz. Və imtahana çox da gecikməyin və vaxtından da çox tez girməyin. Elə bir vaxta girin ki, ən az otaqda bir yarım saat o mühitə alışma dövrünüz olsun və artıq otaqdakı müəllim, nəzarətçi, digər şagirdlər və otağın ümumiyyətlə ab-havası artıq sənə doğmalaşsın ki, özünü yad hiss etməyəsən. Məsələn, bəzi uşaqlar imtahana çox gecikirlər və imtahana artıq girən kimi kitabçalar paylanır və kitabçaları açanda artıq o hələ də o imtahan ab-havasına öyrəşməmiş olur deyə bu da onları təşvişə salır. Çox tez də getmək lazım deyil. Məsələn, 9 tamamda sən otağa gir və 2 saat gözlə ki, imtahan başlayacaq. Bu da səni yora bilər və bu zaman imtahan başladıqdan sonra artıq imtahandan çıxmaq istəyirsən. Ona görə də ən gözəli yarım saat 45 dəqiqə imtahandan qabaq artıq orada olmağın daha yaxşıdır ki, mühitə öyrəşə biləsən. Sonra isə artıq öyrəşmişsiniz və kitabçanızı açırsınız. Kitabçanızı açdıqda mütləq orada 2 dəqiqanı, o 120 saniyəni o qədər gözəl istifadə etməlisiniz ki, o qədər o dövrü qızıl zamana çevirməlisiniz ki, bu artıq sizin bundan sonraki imtahandakı dövrünüzə çox təsir edəcək. Çünki siz həmin dövrdə əgər dinləməni çox yaxşı şəkildə oxusaz və dinləməni tamamilə suallarını anlaya bilsəz və dinləmə eşidilən anda artıq o suallar, cümlələr sizə tanış olmuş olacaq. Dinləmə imtahanın elə bir dövründə verilir ki, bu artıq sizən, yəni əgər bu dövrdə sən sualları yaxşı yaza bilməsən, bu sizin digər mövzularınıza, digər suallarınıza, digər fənninizin suallarına da təsir edə bilər. Ona görə də çox diqqətli şəkildə dinləməni oxumanızı məsləhət bilərdim. Əgər dinləmə taktikalarından çox da xəbərdar deyilsinizsə ya da çətin yazırsınızsa, kanalımızda dinləməni yazmaq taktikaları haqqında danışmışam. Həmin videoda baxa bilərsiniz. Bu da inanıram ki, sizin üçün çox faydalı olacaq. Dinləməni yazdınız, artıq bir dəfə səsləndirilir və dinləmə inşallah ki, sizə də kolonkalar çox yaxşı düşər və otaqda səssizlik olar və siz də dinləməni çox yaxşı eşidərsiniz. Əsasən abituriyentlərdə, bu dövrlərdə imtahan verən şagirdlərdə ən çox qarşılaşdığımız problem kolonkalarda səslərin yaxşı olmaması ya da otaqda səsin olması belə bir problemlərdir. İnşallah ki, siz belə bir problemlə rastlaşmazsınız. Amma tutaq ki, rastlaşdınız, bu zaman qətiyyən özünüzü itirmirsiniz və yerdə qalan sualları xilas etmək də sizin əlinizdədir. Buna özən göstərin. Digər sualları çox diqqətli şəkildə oxuyursunuz və sizə bir məsləhət verin. Bəzən uşaqlar dinləməyə başlayanda birbaşa keçib mətnə ya da qrammatikaya baxmağa çalışırlar. Mən sizə məsləhət bilərdim ki, bunu etməyəsiniz. Çünki mətndə gördüyünüz hər hansı bir söz, bilmədiyiniz söz sizi artıq təşvişə sala bilər və siz dinləmənizə fokuslana bilməzsiniz. Ona görə də ən yaxşısı həmin o 2 dəqiqə müddətində full dinləməyə fokuslanasınız. Və dinləməni artıq dinləmə səsləndi və dinləməni bir dəfə qulaq asdınız. Sualları özünüzə asan və çətinlik səviyyəsinə görə böldünüz. Birinci dəfə qulaq asdıqda çalışın ki, asan sualları yazasınız. Çünki birinci dəfədə hələ ki, siz həm oradakı səsə, həm dinləmənin mövzusuna fokuslanırsınız. Ola bilər ki, çətin sualı eşitməyə bilərsiniz. İkinci dəfədə artıq siz dinləmənin hansı sualını yaza bilməmisinizsə, o suala full fokuslanmağa çalışın. Və inşallah ki, həm də onun yerini tutmuş olursunuz birinci səslənmədən. Ona görə də ikinci dəfə artıq dinləməni rahat yaza bilərsiniz. Artıq dinləmə bitdisə və yaxşı yazdısa, inşallah ki, yaxşı yazarsınız. Yazmazsanızsa yenə də qətiyyən təşvişə düşmürsünüz. Qalan sualları xilas etmək də sizin əlinizdə olan bir şeydir. Və keçirsiniz short tekstlərinizi yazmağa, mətninizi və qrammatikanızı yazmağa, short tekst yazmağın, reading yazmağın və mətin yazmağın, essay yazmağın daha doğrusu
bütün videoları kanalımızda var. Əgər oradan probleminiz isə və o strategiyalara baxmamısınızsa, mütləq bu videodan sonra onu da izləməyinizi məsləhət bilərəm. Çünki sizin üçün çox faydalı olacaq məlumatlar paylaşmışam. Demək, ingilis dilini tamamladınız, artıq ingilis dilini yaxşı şəkildə əmin oldunuzsa, keçirsiniz digər fənlərinizə və sizə bir fənni yazdıqda bir ipucu verim. Özünüzlə mütləq fərqli rəngli qələmlər götürün. Məsələn, qırmızı olsun, yaşıl olsun, fərq etmir. Fərqli rəngli bir qələm götürürsünüz və birinci dəfədə artıq sualları yazanda hansı sual çətindirsə, ona qətiyyən çox dayanıb qalmırsınız. Yəni, bir suala 1 dəqiqə vaxt ayırırsınız. Ondan çox vaxt ayırırsınız, artıq digər suallarınızın haqqına girmiş olursunuz, belə deyək. Ona görə də çalışın ki, digər suallarınıza da vaxtınızı düzgün böləsiniz deyə hər bir suala 1 dəqiqə baxın. Gördünüz ki, artıq o sual sizə çətin gəlir və orada nəyisə xatırlaya bilmirsiniz. Bacardığınız qədər variantları çıxın, variant azaldın özünüzə. Bu sizə motivasiya verəcək ki, bu qayda haqqında əslində nəsə bilirəm, sadəcə burada bir nüans var, onu xatırlaya bilmirəm. Və beyniniz artıq o sualı tam fokuslanacaq. Və siz nə edirsiniz və o suala konkret belə dairələyirsiniz ya qabağına iri bir sual işarəsi qoyursunuz, keçib digər suallarınızı yazırsınız. Artıq digər suallarınızı yazdıqda beyniniz həmin suala tam fokuslanıb deyə o sualı qayıdıb tapa biləcək. Məsələn, əminəm ki, müəllimləriniz sizə bütün qaydalar ətraflı şəkildə keçib və siz tam hazırlıqlı şəkildəsiz. Sadəcə imtahan situasiyası elə bir dövrdür ki, insan bəzən həqiqətən yüzlərlə etdiyi şeyi unuda bilir o situasiyada. Ona görə qətiyyən özünüzü itirməyin. O sualı sual işarəsi qoyun, əmin olun ki, beyniniz bir neçə dəqiqədən sonra, bəlkə imtahanın sonuna qədər artıq onu tapıb sizə deyəcək. Və siz həmin anda o sualı yaza bilərsiniz. İngilis dilinizi tam qutardıqdan sonra sizə əgər riyaziyyat asandırsa ona keçin, Azərbaycan dili asandırsa artıq ona keçin. O sizin biraz bildiyiniz, yəni bəzi uşaqlarda riyaziyyat asan olur, bəzilərində Azərbaycan dili asan olur. Hansı asandırsa artıq oradan başlaya bilərsiniz. Qətiyyən bilmədiyiniz suallarda çox takılıb qalmayın. Bir daha deyirəm, mütləq növbəti suallara keçid edin ki, vaxtınızı düzgün bölə bilərsiniz. Mütləq və mütləq sahada aparın və hər bir fənnin vaxtınızı elə bölün ki, hər bir fənnin vaxtını özünə sərf edəsiniz. Çünki bütün müəllimləriniz sizə əziyyət çəkiblər. İstər riyaziyyat, istər ana dili, istər ingilis dili müəlliminiz sizə əziyyət çəkib və sizdən hamısı nəticə gözləyir. Ona görə də siz o müəllimə ayrılmış saatı, o fənnə ayrılmış saatı tam-tamına o fənnə həsr eləyin ki, təkrar qayıdıb oxuya biləsiniz. Yəni, bir dəfə sualları yazdınız, artıq kodlaşdırma eləyəndə bir dəfə də o sualları diqqətli şəkildə oxuya biləsiniz. Vaxtınızı bölmək üçün mütləq bir daha qeyd edirəm, saat aparın. Bəzən o qədər mətnə fokuslanırsan ki, saatın necə keçdiyini bilmirsən. O anlar yaşanmasın deyə və təntiyib digər suallarda artıq təşvişə düşməyəsən deyə mütləq saat aparın və saatla vaxtınızı bölün. Gördünüz ki, vaxtınız çox gedir, artıq sürətlənməyə çalışın və bir daha burada qeyd edirəm. Qətiyyən narahat olmayın ki, bu imtahanı yaza bilməyəcəm, ya mən bu imtahanı bilmirəm. Ora elə bir situasiyadır ki, təntiyə bilərsən. Bu zaman sakitləşin və 10 saniyə özünüzə vaxt verin. 10 saniyə gözünüzü yumun və dərindən nəfəs alın. Tam nəfəsinizi burnunuza qədər çəkin və nəfəsinizi buraxın. Bu 10 dəqiqə ilə heç nə itirmirsiniz, amma həqiqətən o 10 saniyə ilə, bu 10 saniyə ilə heç nə itirmirsiniz, amma bu 10 saniyənin sizə qatdığı şeyləri həqiqətən burada sözlə izah edə bilmərəm. Çünki onu dəfələrlə özüm imtahanda yoxlamışam və imtahanda görmüşəm ki, əslində fokuslana bilmirəm. Fokuslanmağım üçün bir neçə dəqiqə sərf etmişəm, amma bir anda ağlıma gəlib ki, axı mən həmişə belə nəfəs almaq edirdim. Yəni nəfəs alırdım və orada özümü toparlamağa çalışırdım. Onu eləyəndən sonra həqiqətən digər suallarımı artıq rahat şəkildə yaza bildiyimi görmüşəm. Ona görə də sizə də bu məsləhəti verirəm ki, gördünüz ki, yaza bilmirsiniz, mütləq dərindən nəfəs alın, 3 dəfə nəfəsinizi buraxın və fokuslanın və bilmədiyiniz suala qətiyyən takılıb qalmayın və bilmədiyiniz suallar ola bilər ki, %100-ü yığmaq üçün həmişə imtahanda ən az bir 2-3 elə sual olur. Ola bilsin ki, o sualdır və sən onu tapa bilmirsən və keç o zaman digər suallarına, o çətin suala sərf etdiyin vaxtı digər suallarda bəlkə də ikisinin üçünü yaza bilərsən. Ona görə mütləq ora fokuslanmağını məsləhət bilirəm. İmtahanda diqqətinizi yandıra biləcək başqa bir nüansa da toxunmaq istəyirəm. Dəfələrlə olub ki, şagirdlərin belə situasiyalarla qarşılaşıblar, lakin mən imtahandan öncə onlarla psixoloji söhbətlər aparmışam, mənəvi və mental olaraq o duruma hazırlamışam deyə onlar elə situasiyalarda onunla başa gəlməyi çox vaxt bacarıblar.
Bu hansı situasiyada imtahanda ümumiyyətlə bilirsiniz, imtahan bəzi insanlar üçün çox stresli bir prosesdir və bəzi insanlar öz streslərini öhdəsindən gəlməyə biraz bacarmırlar və bu anda fərqli bir reaksiyalar verə bilərlər. Bəzi insanlar ağlaya bilər ya da bəzi insanlar fokuslana bilməyərlər və çalışın ki, bu situasiyalar sizə qətiyyən mane olmasın. Yəni bir uşaq ağlayırsa ya da bir uşaq orada fokuslana bilmirsə, sən ona onsuz da kömək edə bilməyəcəksən və orada nəzarətçilər o durumda onlara kömək etməlidir. Sənin orada ayaq üstə durmağın ya da ona yaxınlaşmağına icazə yoxdur. Ona görə də çalış ki, tamamilə özünə fokuslanasan, suallarına fokuslanasan və o anda, o situasiyada, o otaqda hər şeydən özünü təcrid edəsən və tamamilə kitabçandakı suallarına fokuslanasan ki, bildiyin sualları əminliklə yaza biləsən. Və bundan başqa bir situasiyanı da nəzərinizə çatdırım. Məsələn, dəfələrlə olub ki, şagirdlərim imtahandan çıxdıqda deyiblər ki, məsələn, mən imtahanda filan sualı görmədim, çıxandan sonra onu gördüm, amma əslində üstündə nəsə qaralama edib yazıb. Belə halların yaşanması tez-tez olur. Bunları yaşamaq istəmirsinizsə, mütləq və mütləq imtahanda sualları çox diqqətli şəkildə oxuyun və başlığı da oxuyun və o sualı, ümumiyyətlə bütün sualları ən az 1 dəqiqə ərzində qarşınızdakı kimsə var kimi ona izah etməyə çalışın. Məsələn, müəlliminizə ya da başqa bir yoldaşınıza izah edirmiş kimi onu izah edin və bu zaman siz artıq sualı çox ətraflı analiz etmiş olasınız və elə bir situasiya olmayacaq ki, sən o sualı görmüş olmayasan. Və əvvəl də qeyd etdim ki, əgər çətin yazdığın sual varsa, mütləq ona sual qoy, təkrarda bax, artıq beynin onu özü fokuslanıb o cavabı tapacaq. Bəs bilmədiyiniz suallar, məsələn, hansı sual var ki, sən heç vaxt bu situasiyanı görməmisən, bu sualı görməmisən. İnanıram ki, elə bir şey yaşamazsınız, çünki bütün müəllimləriniz ən azından sizə bu imtahan proqramını keçiblər və orada da imtahan proqramını əhatə edən bir suallar olur. Düzdür, bəzən elə qəribə suallar düşür ki, sualı analiz edə bilmirsiniz, bu nə sualdır. Belə hallarda normaldır. Məsələn, biz bunu bu il 11-ci siniflərin 1-ci zona imtahanlarında görmüşdük. Yəni 2025-ci ilin imtahan, 26-cı ilin daha doğrusu imtahanın 1-ci zonasında gördük. Amma diqqətli baxsaydılar, suallarda əslində hansı mövzu olduğunu tapmaq asan idi. Sadəcə o an uşaqların biraz imtahanı gördükdə yaşadıkları stres onlara icazə verməmişdi hər şeyi analiz etsinlər. Amma siz elə bir şey yaşamayın. Məsələn, o imtahanda hər şeyi görə bilərsiniz. Hər bir tipdə sual ola bilər, çox çətin sözlər ola bilər, mətn çox qəliz ola bilər. Bilin ki, nə olur olsun o situasiyadan özünüzü çıxartmalısınız və burada sizə kömək eləyəcək yeganə insan siz özünüzsünüz və başınızdakı o biliklərdir. İnşallah ki, o bilikləri vaxtında yetərincə yığa bilmisiniz. Yığa bilməmisinizsə də, amma çalışın ki, əlinizdən gələnin ən yaxşısını eləyəsiniz və o imtahanda sualları çox yaxşı şəkildə yazmış olasınız. Vaxtınızı çox diqqətli şəkildə bölürsünüz və suallarınızın hər birinə, hər bir fənninizin suallarına çox diqqətli şəkildə baxırsınız. Bu fənni bilmirəm, buna vaxt sərf etməyəcəm, elə bir şey etməyin və imtahanda mütləq sona qədər oturun. Çünki imtahan dövründə ilk situasiyalarda həqiqətən biraz alışmaq, biraz sualları oxumaq, analiz etmək vaxt aparır. İnsanın beyni əsasən imtahanın son 1 saatında həqiqətən çox yaxşı işləyir və orada artıq bilmədiyiniz bütün suallar demək olar ki, yadınıza düşəcək. Ona görə də imtahana sona qədər oturun və son ana ən çətin suallarınızı saxlayın və o suallar artıq beyninizdə bir tərəfdən artıq onların üzərində işləyib variantları tezliklə tapmış olacaq. Yaza bilmədiyiniz cavablar olsa, bilirsiniz ki, buraxılış imtahanına gedirsinizsə, əgər bu videoya baxarkən buraxılış imtahanına hazırlaşırsınızsa, bilirsiniz ki, buraxılış imtahanında səhv düzü aparmır və orada bütün sualları yazmağa çalışın və sualı oxuyursunuz. Oxuyanda ilk ürəyinizə hansı cavab gəlirsə, beyninizə hansı cavab gəlirsə, elə onu da seçin. İnşallah ki, cavab o da olar. Və imtahandan sonra da artıq peşman olmaq istəmirsinizsə, bütün suallarınızı yazmağa çalışın, essenizi yazmağa çalışın və bir nüansı da deyim sizə, ən çox məsələn imtahanlarda uşaqların özünə deyirəm ki, bu uşaqların özünə yaratdığı bir problemdir. Bəzən birbaşa sualın cavabını birbaşa cavab kitabçasına yazırsınız. Bu yaxşı bir şey deyil, çünki artıq imtahan cavabı çıxana qədər həqiqətən o çəkdiyiniz stres, o çəkdiyiniz narahatlıq buna dəyməz. Ona görə də orada sualların hamısını çalışın ki, birinci kitabçanızı yazasınız, sonra isə artıq ora kodlaşdırasınız. Bu zaman artıq həm müəllimləriniz sizin ballarınızı təxmin edə bilər, həm artıq özünüz bir relaks olarsınız ki, yazmışsınız bu sualları. Yazmayanda artıq tərəddüddə qalırsınız da, həqiqətən o suallara artıq cavablar çıxana qədər çox narahatçılıq keçirirsiniz və digər imtahanlarınıza hazırlaşa bilmirsiniz və ümumiyyətlə günlük həyatınızda da artıq o sizə bir mənfi təsir etmiş olacaq. Ona görə əvvəlcədən mütləq kitabçanızda qeyd edin bütün suallarınızı.
Və düşünürəm ki, bütün nüanslara toxuna bildik. İnşallah ki, siz də bu məsləhətləri çox diqqətli şəkildə qulaq asdınız, bunlardan yararlandınız. Bu illərlə şagirdlərimin imtahandan yaşadığı bir proseslər idi. Hansı ki, hər il digər şagirdlərimə də bunu çatdırıram ki, onların mental olaraq o duruma hazır olsunlar. Və bir nüansı da çatdırım, mütləq saatınız, baxın, belə rəqəmli bir saatlar olmalıdır. Elektron saatları içəri keçirməyə icazə vermirlər. Və paltarınızla bir şey qeyd edeyim. Yəni, ola bilər ki, bu nüans sizə biraz qəribə gələ bilər. Çalışın ki, imtahana çox qalın da geyinməyəsiniz, çox nazik də geyinməyəsiniz. Çünki imtahan müddətində həqiqətən o insanın stressdən bədənin verdiyi reaksiyanı təxmin edə bilmirsən. Bəzi insanlar var ki, stres keçirdikdə çox üşüyə bilir. Bəzi insanlar istiləyə bilir. Ona görə də çalışın ki, nazik bir kofta geyinib üstündən gödəkçə geyinəsiniz. Yəni, soyuq olsa gödəkçəni geyinəsiniz, isti olsa gödəkçəni çıxarda biləcəyiniz bir durum olsun. Qızlar əsasən saçlarının onlara mane olmayacağı bir tərzdə getməlidirlər imtahana. Məsələn, saç düzümünüz mane olmasın imtahanda, tez-tez saçınız düşməsin. Rahat yığın, ən rahat paltarınız. Sizə ən rahat paltar nədirsə onu geyinin və həmişə şagirdlərimə də deyirəm, evdə ən rahat geyindiyin kofta nədirsə, imtahana da onu geyin. Çünki o sənə doğmalıq hissi verəcəksən. Elə bir rahat bir mühitdə, rahat bir yerdəsən kimi hiss eləyəcəksən və bir neçə qələm götürməyi də unutmayın. Kimliyiniz, digər şeylərdə mütləq və mütləq bunları da özünüzdən götürün ki, səhər-səhər təşvişə düşməyəsiniz. Səhər-səhər də çalışın ki, son dəfə nə qeydləriniz varsa, o qeydlərinizi mütləq oxuyasınız. Bu qeydlər artıq beyninizə o qədər gözəl, beyniniz onu o qədər gözəl hopur ki, onu heç vaxt yadınızdan çıxartmırsınız. Məsələn, heç vaxt yadınızda qalmayan bir nüanslar varsa onu qeyd eləyin və imtahan günü sadəcə onları bir skan eləyin. Yəni, oxuyun sadəcə onları. Əzbərləməyə ehtiyac yoxdur, onsuz da beyniniz elə bir situasiyadadır ki, onları artıq özü mənimsəyəcək, bilir ki, o imtahanda ona lazımdır və onların mütləq hamısını mənimsəyəcək. Və inanıram ki, bu düzgün strategiyalarımızdan imtahanda istifadə edərsiniz və hər zaman deyirəm, bəlkə də hər biriniz çox oxumusunuz, sadəcə bunları tətbiq etmə qabiliyyətiniz yoxdur. Buna görə də çalışın ki, oxuma strategiyalarını çox araşdırın. Mən hər zaman onlara maraq göstərmişəm. Bir müəllim kimi də olsam, nə vaxtsa tələbə kimi də olduqda, hər zaman onlar mənim üçün çox maraqlı olub. Çünki düşünmüşəm ki, bəlkə də xaricdə oxuyanlar, ya Oxford olsun, Cambridge olsun, xarici hər hansı bir prestijli bir universitetdə oxuyan şagirdlər, bəlkə də bizim şagirdlərimizdən az oxuyurlar, amma çox effektiv oxuyurlar. Çalışın ki, effektiv oxuyasınız. Musiqi dinləyə-dinləyə dərs oxumaq elə effektiv bir metod deyil. Özünüz də bunu araşdıra bilərsiniz. İmtahandan qabaq bilmədiyiniz bir şeyləri çox-çox oxumaq da bu effektiv olan bir metodlar deyil. Bildiyiniz şeylər artıq təkrar etməlisiniz. Çünki yetər qədər nə oxumusunuzsa artıq odur. Onunla girirsiniz imtahana. Və son olaraq qeyd edeyim ki, imtahanda yaza bildiniz. İnşallah ki, yazarsınız. Dualarımız sizinlədir. Yaza bilməsəniz də bilin ki, siz bizim üçün çox-çox önəmlisiniz. Siz daha dəyərlisiniz. İnşallah ki, yazarsınız, yazsaz gələcəyiniz daha yaxşı olar. O imtahanın nəticəsi gələcəyinizə pozitiv təsir edə bilər. İxtisasınızı seçməkdə ya düzgün bir yerə çatmaqda, düzgün bir pozisiyada olmaqda sizə kömək edə bilər. Olmasa da canınız sağ olsun, siz çox dəyərlisiniz. Müəllimləriniz üçün də, valideynləriniz üçün də çox dəyərlisiniz. Əgər şansınız varsa, təkrar hazırlaşırsınızsa ya da növbəti bir imtahanlarınız varsa, çalışın ki, müəllimlərinizi düzgün seçəsiniz ki, sizə düzgün istiqamət vermiş olsun. İnşallah bu videomuz sizin üçün çox yararlı oldu. Yararlı oldusa mütləq kanalımızı bəyənməyə, abunə olmağa və bu videomuzu paylaşıb hər kəsə çatmağına kömək edə bilərsiniz. Əvvəlcədən hər birinizə çox-çox təşəkkür edirəm. Sizinlə mən Teacher Vüsalə idi. Sağ olun.